Sərsəng su anbarının işğal altında olması Xocalı soyqırımının davamıdır. Xocalı 3 nöqtə, Sərsəng 3 nöqtə. Davam edən soyqırım adlı tədbirdə belə deyildi. Bildirildi ki, BMT və digər beynəlxalq qurumlarda qəbul olunan sənədlər problemin Dağlıq Qarabağ münaqişəsi yox, Azərbaycanın işğal olmuş Dağlıq Qarabağ münaqişəsi adlandırılmasına əsas verir. Xocalı soyqırımı kifayət qədər beynəlxalq aləmdə tanınır. Sərsəng isə bu Xocalı soyqırımının ermənilər tərəfindən davamıdır. Biz bəşəriyyətə, dünya ictimaiyyətinə Xocalıdan da ağır faciələri ola biləcək Sərsəng soyqırımı haqqında məlumat vermək istərdik. Və bunun üçün bizim kifayət qədər arqumentlərimiz var. Bu konvensiyanın soyqırım barədə konvensiyanın ikinci maddəsinin C bəndində çox açıq-aşkar görünür ki, artıq təbiət burada 23 ildir soyqırımdadır. Qeyd edildi ki, Sərsəng su anbarı ilə bağlı Avropa Şurasında qəbul edilən qətnamə bir daha Ermənistanın işğalçı olmasını təsdiqləyir. Aşpanın qətnaməsi də birbaşa etiraf edilir və göstərilir ki, maddə kimi Sərsəng su anbarı hər vaxt qəzaya uğraya bilər, hadisə baş verə bilər və bu hadisə baş verdikdə Xocalıdan 1000 dəfə çox insan həlak olacaqdır. Tədbirdə çıxış edənlər ermənilərin Azərbaycanın işğal olmuş ərazilərində törətdikləri vandalizm aktını pislədilər və erməni işğalına dur deməyin vaxtının çatdığını bildirdilər. Mövzu ətrafında çıxışlar başa çatandan sonra Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı və işğal altında olan ərazilərdə davam edən cinayətlərlə bağlı xarici ölkələrin Azərbaycanda akreditə olunmuş səfirliklərinə, beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciət qəbul olundu. Teymur Mərdənoğlu, Vüqar Yusifov, Lider TV.